Hər kəsə salam. Bugün çoxlarımızın üzləşdiyi, amma bəlkə də danışmaqdan çəkindiyi bir mövzuya toxunacağıq. Büdcələrimiz niyə daima uğursuz olur və ən əsası, bu vəziyyəti necə düzəldə bilərik? Gəlin bu işin dərinliyinə gedək. Bu mənzərə yəqin ki sizə çox tanışdı, elə deyilmi? Ayın əvvəlidir, maaşınız köçüb, bir anlıq özünüzü rahat, hətta biraz varlı hiss edirsiniz. Amma gözünüzü açıb yumunca bir həftə keçir, bank hesabınıza baxırsınız və şok. Pulun böyük hissəsi sanki buxarlanıb, yoxa çıxıb. Hara getdiyini isə heç cür xatırlaya bilmirsiniz. Əgər bu ssenari sizə tanış gəlirsə, narahat olmayın, tək deyilsiniz. Çoxumuz büdcə sözünü eşidəndə ağlımıza dərhal nə gəlir? Məhdudiyyət, qaydalar, özünü hər şeydən məhrum etmək. Sanki maliyyə azadlığını bir dəmir qəfəsə salırsan. Bəs mən sizə desəm ki, əslində büdcə məhdudiyyət deyil, tam tərsinə, nəzarətdir. Gəlin bu düşüncəni tamamilə dəyişək. Büdcə sizi sıxan bir şey deyil, sizə güc verən bir alətdir. Büdcə əslində çox sadə bir şeydir. Bir plandır. Pulunuzun hara getdiyini düşünüb stres keçirməyə əvəzinə, siz pulunuza hara getməli olduğunu deyirsiniz. Plansız olanda sadəcə təxmin edirsiniz və bu da daimi bir narahatlıq yaradır. Amma bir planınız olanda, sükan sizin əlinizdə olur. Siz nəzarəti ələ alırsınız. Yaxşı, bəs hardan başlayaq? İlk və ən vacib addım, əlinizdə nə olduğunu dəqiq bilməkdir. Çünki hər bir yaxşı planın təməlində dəqiq məlumatlar dayanır. Baxın, söhbət iş müqavilənizdə yazılan o böyük, göz qamaşdırıcı rəqəmdən getmir. Yox. Söhbət bütün vergilər, sosial sığorta və digər tutulmalar çıxılandan sonra sizin bank hesabınıza, yəni əlinizə çatan real puldan gedir. Sizin reallığınız budur və bütün büdcəniz məhz bu rəqəm üzərində qurulmalıdır. İndi isə bir neçə həftəlik özünüzün maliyyə detektivi olmalısınız. Hər xərcinizi qeydə alın. Hər şeyi, o səhər içdiyiniz kofedən tutmuş, heç yadınızda olmayan o aylıq abunəliyə qədər hər bir qəpiyi. Bunun üçün bir proqramdan da istifadə edə bilərsiniz, not dəftərindən də fərqi yoxdur. Əsas məsələ odur ki, pulunuzun əslində hara axdığını öz gözlərinizlə görəsiniz. Hə, indi əlinizdə gəliriniz və bütün xərclərinizin bir siyahısı var. Gəlin indi bu xaosu anlaşılan bir şeyə çevirək. Xərclərinizi 3 sadə qrupa bölün. Birincisi, sabit ehtiyaclar. Kirayə, kredit ödənişləri kimi hər ay demək olar ki, dəyişməyən məbləğlər. İkincisi, dəyişən ehtiyaclar. Qida, yanacaq kimi zəruri, amma məbləği aydan aya fərqlənən xərclər. Və üçüncüsü, istəklər. Yəni, həyat üçün zəruri olmayan, amma həyatımızı daha maraqlı edən hər şey. Və bax, bu həqiqət anıdır. Bura ən vacib məqamdır. Özünüzlə tam səmimi olmalısınız. Hər gün işdə aldığımız o bahalı nahar. Bu həqiqətən bir ehtiyacdır, yoxsa sadəcə rahatlıqdır, bir istəkdir. Çünki nəyin zəruri, nəyinsə sadəcə bir istək olduğunu ayırd etdiyiniz an bütün duman çəkilir və siz pulunuzu əslində qurmaq istədiyiniz həyata yönəltməyə başlayırsınız. Artıq rəqəmlərinizi bilirsiniz, indi isə gəlin sizə uyğun olan aləti, yəni metodu seçək. Unutmayın, hamı üçün işləyən tək bir doğru üsul yoxdur. Əsas odur ki, seçdiyiniz metod sizin xarakterinizə, həyat tərzinizə uyğun olsun. Əgər sadə, aydın bir yol axtarırsınızsa, mürəkkəb hesabatları sevmirsinizsə, 50-30-20 qaydası ilə başlaya bilərsiniz. Bu, maliyyənizi idarə etmək üçün çox aydın bir çərçivədir. Bəs necə işləyir? Çox sadə. Əlinizə çatan xalis gəlirin 50% ehtiyaclarınıza gedir. Kirayə, kommunal xərclər, qida. 30% istəkləriniz üçündür. Dostlarla bir kafedə oturmaq, kinoya getmək, hobbiləriniz. Və ən vacibi, o qalan 20% birbaşa sizin gələcəyinizə, yəni yığıma və ya borcların bağlanmasına gedir. Yox, əgər siz hər şeyin tam nəzarətiniz altında olmasını istəyirsinizsə, hər qəpiyin yerini bilmək istəyirsinizsə, o zaman sıfır əsaslı büdcə tam sizlikdir. Buradakı məntiq belədir. Hər bir manatınıza bir vəzifə tapşırırsınız. Ayın sonunda gəlirinizdən bütün xərclərinizi və yığımlarınızı çıxanda qalıq sıfır olmalıdır. Bu, pulu bitirmək deyil, hər qəpiyi planlaşdırmaq deməkdir. Gəlin bir misala baxaq. Deyək ki, ayda 4000 manat qazanırsınız. Bu metodla ayın sonunda bütün xərcləriniz, yığımlarınız, borc ödəmələriniz, hamısının cəmi 4000 manat olmalıdır. Qırağı bir qəpik də nəzarətsiz qalmır. Beləcə pulun hara yoxa çıxdığını heç vaxt düşünmürsünüz. Bəlkə də siz rəqəmsal şeyləri sevmirsiniz, pulu əlinizdə hiss etmək, xərclərinizin limitini fiziki olaraq görmək istəyirsiniz, onda klassik, amma çox effektiv olan zərf sistemi sizə kömək edə bilər.
Baxın, necə sadədir. Zərflər götürürsünüz, üzərinə yazırsınız ərzaq, nəqliyyat, əyləncə. Ayın əvvəlində hər zərfə müəyyən etdiyiniz məbləğdə nağd pul qoyursunuz və qayda birdir. Zərf boşaldısa, deməli, həmin kateqoriya üçün xərclər bitdi. Növbəti aya qədər gözləyirsiniz. Bu, kredit kartının heç vaxt verə bilməyəcəyi fiziki bir limit yaradır. Və nəhayət, mənim ən sevdiyim strategiyalardan biri əvvəlcə özünü ödə. Bu büdcəyə yanaşmanı tamamilə dəyişir, fikri tərsinə çevirir. Maaşınız gələn kimi heç bir xərci ödəmədən əvvəl müəyyən bir məbləği avtomatik olaraq yığım hesabınıza köçürürsünüz. Beləliklə, yığımı prioritetə çevirirsiniz və qalan pulla yaşamağa çalışırsınız. Hansı metodu seçirsinizsə seçin, onların hamısının dayandığı bir təməl var. Olmazsa olmaz bir şey. İndi gəlin, istənilən büdcəni ayaqda saxlayan o ən vacib elementdən danışaq. Söhbət tətil pulundan və ya yeni telefon üçün yığılan puldan getmir. Söhbət sizin maliyyəvi xilasedici qayğınızdan gedir. Maşın qəfil xarab olanda, gözlənilməz bir sağlamlıq problemi çıxanda və ya ən pisi, işinizi itirəndə sizi borclanmaqdan xilas edən puldur bu. Bu fond sizi böhran anında qoruyur. Hədəf adətən 3-6 aylıq yaşayış xərclərinizi qarşılayacaq bir məbləğ yığmaqdır. Bilirəm, bu qulağa çox böyük gəlir, amma heç kim sizdən bunu bir gündə etməyi gözləmir. Çox kiçik başlayın. Məsələn, hər maaşdan cəmi 25 manatı avtomatik olaraq ayrı bir hesaba köçürün. Heç hiss etməyəcəksiniz belə. Amma ilin sonunda bu 600 manatlıq bir təhlükəsizlik yastığı deməkdir. Bu kiçik addım gələcəkdəki böyük bir fəlakəti idarə edilə bilən bir problemə çevirə bilər. Yaxşı, planı qurduq. Bəs bu planı necə davamlı edə bilərik? Unutmayın, əsas məsələ mükəmməl olmaq deyil, irəli getməkdir. Bu, bir marafondur, sprint deyil. İndi isə gəlin ən çox edilən səhvlərə baxaq ki, siz bu tələlərə düşməyəsiniz. Birincisi, həddindən artıq idealist olmayın, elə bir büdcə qurmayın ki, bir həftə sonra bezəsiniz. İkincisi, təxmin etməyin, hesablayın, real rəqəmlərlə işləyin. Üçüncüsü, illik xərcləri unutmayın. Maşın sığortası, bayram hədiyyələri kimi xərclər qəfil gəlib bütün planı poza bilər. Və nəhayət, büdcənizi o qədər sərt etməyin ki, hərətdən zövq almağa yer qalmasın. Həyat dəyişkəndir. Sizin büdcəniz də elastik olmalıdır. Bir ay planı pozdunuz, dünya dağılmadı ki. Bu bir uğursuzluq deyil, bu bir məlumatdır. Sadəcə oturub baxırsınız ki, nəyi dəyişmək lazımdır və növbəti aya davam edirsiniz. Əsas məsələ bu vərdişi davam etdirməkdir. Deyirlər, başlamaq üçün ən yaxşı vaxt dünən idi. Amma ikinci ən yaxşı vaxt elə bu dəqiqədir. Gəlirinizi hesablayın, xərclərinizi izləyin və özünüzə uyğun olan bir plan seçin. Nəzarəti öz əlinizə alın və pulunuzun sizin üçün işləməsinə başlayın. Beləliklə, hazırsınızmı?